Və bugün də biz instrumental musiqidən danışacağıq. Gözəl bir qonağımız var və nəfəs alətləri ifaçısı bugün bizimlədir. Qədim musiqi alətləri ansamblının və həmçində Aypara Caz Folklor ansamblının da solisti Teymur Abdullayev bugün bizimlədir. Xoş gəlmisiniz Teymur bəy. Salamlayıram mən də sizləri. Necəsiz? Dinləyiciləri də salamlayıram. Gününüz xoş olsun. Hər şey gözəl. Çox gözəl və hətta bir şey söyləyəcəm. Biz Teymur müəllimlə uzun illər tanışıq. Əslində, yəni hər kəsin peşəkar musiqiçilərdən söhbət gedirsə, yolu mütləq ki, konservatoriyadan keçir, Bakı Musiqi Akademiyadan keçir, Rəşid Beyputov adına mahnı teatrından keçir və elə bəstəkarlar var ki, artıq bir istedad görən kimi dərhal onlara dəstək olurlar və necə deyirlər, istedada hər zaman dəstək olmaq lazımdır. İstedadsızlar onsuz da özlərinə yol tapacaqlar. Və Teymur Abdullayev də elə gözəl peşəkar insanların, sənətkarların əhatəsində hər zaman olub ki, və bugün artıq özü də bir gözəl sənətkardır. Həm elə qədim musiqi alətləri ansamblında ney musiqi alətini, eyni zamanda cazdan danışırıqsa, saksafonu qeyd etməyə lazımdır. Bir çox musiqi alətlərində. Hansılardır? Elə neçəsində ifadə edirsiniz Teymur müəllim? Ondan başlayaq. Musiqi alətlərində Aha. Əvvəldən danışım. Mən Buyurun. musiqiyə gəlməyim. Aha. Mən Şamaxıda oxumuşam musiqi məktəbinə. Orada ilk dəfə musiqi məktəbinə orada Getmisiniz. nəfəs alətləri sinifinə, klarnet sinifinə orada mən daxil oldum. Aha. Orada 5 il mən oxudum. Mhm. Orada bizim Mirhəbib müəllim var idi. O mənə 5 il dərs dedi orada. Gözəl musiqi məktəbi var idi orada. Bəli, bəli. 83-cü illər. Aha. Oranı bitirəndən sonra Sumqayıt musiqi texnikum Sultan Hacıbəyov adına musiqi texnikumuna mən qəbul oldum. Orada da yenə klarnet sinifinə qəbul oldum. Orada gözəl müəllimlərimiz var idi. Lətif Quliyev idi mənim müəllimim. Klarnetdənmi? Klarnetdən bəli orada. Sonra elə bil mənim təhsilim yarımçıq qaldı. Mən hərbi xidmətə çağırıldım. Hərbi xidmətdən qayıdandan sonra təhsili davam elədim. Əsas odur davam elədiniz. Davam elədim. Bəli. Gəldim, gördüm mənlə oxuyan yoldaşlar hamısı akademiyaya gedib. 4 il keçib mən hərbidə olduğuma görə mən Bakı Musiqi Akademiyasına sənədlərimi ora verdim. Hazırlaşdım ora və ora daxil oldum. Orada da nəfəs və zərb alətləri sinifinə orada qəbul oldum. Neçənci il idi? 98-ci il. 98-ci ildə ora daxil oldunuz. Daxil oldum. Orada da müəllimlərim, müxtəlif müəllimlər oldu. Yəni bir müəllim dərs keçdi mənə, sonra o xaricə getdi. Başqa müəllim 4 il orada oxuyana qədər məndə 4 müəllim dəyişdi oldu orada. Əziz Qarayusiflə. Əziz Qarayusiflə o mənim müəllimim oldu orada. Mənim yadımdadır Bakı Musiqi Akademiyasında birinci mərtəbədə deyil, aşağı da düşürsən, mənfi bir deyil. Orada nəfəs alətləri hər zaman biz ora düşəndə, həm də bufet də o tərəfdə idi. Onların səsləri gəlirdi orada. Hər zaman foyedə nəfəs alətləri, saksafon oradan, nə bilim, valtorna oradan. Yəni hər zaman çatmırdı ona görə. Sinif çatışmazlığı var idi. Orada xalq çalğı alətləri sonradan artıq ayrıldılar. Milli konservatoriya yarandı. Onda biraz genişlik yarandı. Mən akademiyada oxuyanda orada saksafon alətinə hərbidə olanda orada saksafon aləti ilə məşğul olurdum. Akademiyada artıq peşəkarcasına müraciət etdiniz. Düz imtahanları klarnetlə mən ifa edirdim. Ancaq saksafon alətində çox ifa edirdim özüm üçün orada. Belə sonra oradan başlandı. Akademiyanı qutarandan sonra mən tanış oldum Vaqif Gərayzadə ilə. Bax, əsas məsələ. Gözəl bəstəkarımız. O vaxt ümumiyyətlə bir çox qruplar yaradan, amma başlıcası da Aypara Caz Folklor qrupunun ansamblının yaradıcısı. Vaqif müəllimi salamlayırıq, Vaqif Gəraizadədən. Tanışlığınız necə oldu? Harda eşitdi sizi? Mən onu tanıyırdım. Əlbəttə, siz musiqilərini eşitmişdim. O sizi necə efirdə tanıdı? görmüşdüm. Bir gün gördüm mənə zəng gəldi. Bəs
danışan Vaqif Kərəzadədir. Sizinlə görüşmək olar, bir söhbət eləmək Yəni istəyirəm. o qədər təvəzzükarcasına. Sizinlə bir söhbət eləmək istəyirəm. Ona musiqiçi lazım idi hansısa bir işə. Bəli. Mən biraz özümü itirdim, telefonda mənə zəng edir. Bəli. Görüşdüm ondan. O vaxtdan bizim 2004-cü ildən indiyə qədər bir yerdə iş birliyimiz. Bir yerdə işləyirsiniz, bir yerdə çalışırsınız və çox şey öyrəndim mən ondan, indi bəli, öyrənirəm. hələ də öyrənirsiniz. Çünki Vaqif Kərəzadə həqiqətən də bir şansdır Azərbaycan sənət aləmi üçün. İstər bunu müğənnilər bu gün dilə gətirirlər, istər təkcə o deyirlər estrada müğənnilər bəxş etdi. Xeyr, həm də musiqimizə bax bu cür qruplar, bu cür sənətkarlar, ifaçılar yetişdirdi. Bəli. Yəni ona görə onun əlbəttə əməyi danılmazdı. Və günü bu gündə Aypara da öz işini davam etdirir, bildiyimə görə. Bəli. Hazırda Aypara qrupu fəaliyyət göstərir. Aha. Bu yaxınlarda elə konsertlərdə çıxış eləmişik. Və bu aralarda mən müxtəlif qruplarda çıxış etmisiniz. Bəli, bunlardan da danışacağıq. Çünki biz həm də qədim musiqi alətləri ansamblına mütləq ora gələcəyik. Çünki hazırda sizin əsas həm də iş yeriniz orada ki, yəni siz bu ansamblda, bu da bir antikvardır, bu da bir yeganə bir ansambldır. Danışacağıq, amma çox qısa bir aramız olacaq. Ardınca isə mən istərdim sizin ifanızı səsləndirim. Ümumiyyətlə, o vaxtı yadımdaydı ki, klassik əsərlərin caz versiyasını təqdim edəndə hamı belə ajataj yaranırdı da. Bizim qrup yoldaşımız Evil Əfrasiyev, onu da salamlayırıq. Salamlayırıq. Bəli. O da Kafedra müdüründə. kafedra müdürü indi. Aha, nə gözəl. Popüler caz, popüler musiqi və caz kafedrası. Siz orada da demək ki, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bundan da danışacağıq. Bax, yadımdadır ki, Beethoven'i çalırdı, sonra o Beethoven'in əsərini bir caz versiyasını da ifa edirdi. Sizin ifanızda isə Frederic Chopin'in Fantazi Exprompt əsərini eşitmişəm və çox möhtəşəmdir, həqiqətən. Neçə il bundan əvvəl Azəri caz kvarteti ilə ifa etmişsiniz. Bəli, o necə oldu? Yarandı. Mən çox araşdırdım. Gördüm ki, bu musiqini dünyada çox musiqilər yüksək səviyyədə ifa edirlər. Ancaq tenor saksafondan bu ifa yox idi. Olmayıb. Dünyada olmayıb. Bu formada. Bu formada. Kvartet bəli, caz versiyada. Bu formada olmamışdı. Çox araşdırandan sonra bunu mən dedim mütləq bunu olmalıdır. Bunu ilk dəfə biz siz lentə aldınız. O birisi musiqiçilər də orada. Dörtlüydü. Sərdar Ələsgərov, Tural Rəfail, Ruslan Süleyman. Saksafon da burada ifa etmişsiniz və tenor saksafon. Ümumiyyətlə neçə musiqi alətiniz var Teymur bəy? Ney? Tenor saksafon, klarnet, Soprano saksafon, alt saksafon var. Alt saksafon var. Flüt var. Aha, flüt, fleyta yəni. Aha. Sonra ay maşallah. Hələlik bu qədər. Hələlik bu qədər. Və hər bir əsərin əslində yaranma tarixçəsi olur da. Çünki hansısa bir klassik əsərə müraciət etmək, onu caz versiyada təqdim etmək elə fərqi yoxdur, caz olsun. Yenidən müraciət artıq bir riskdir. Artıq bir məsuliyyətdir ki, sən bu işin öhdəsindən gəlmək üçün əlbəttə ki, bunu peşəkarcasına hazırlaşmaq lazımdır və bu cür əsərləri nə yaxşı ki, lentə aldırırsınız. Çünki musiqiçilərdən bəzən soruşur, ay vaxt yoxdur, filan tədbirlər, filan məclislər, amma sənət tələb edir ki, bax bu sonraki, bax bizim dinləyicilərimizə bugün bax görürsünüz, Dalğa FM-də artıq səslənir. Sırf instrumental musiqisinin daha çox təşkil olunan, səslənən bir radioda artıq fəaliyyət göstərir və bu cür musiqi əsərlərə həqiqətən də ehtiyac var. Və qədim musiqi alətləri ansamblına gəlmək istəyirəm. Bəli. Neçənci ildən orada? Mənim ilk iş dövlət işi. Hal-hazırda da oradasınız. 20 ildən çoxdur mən orada. Ay maşallah, 20 ildir. Və biz bu barədə də danışacağıq və elə qədim musiqi alətləri ansamblından danışarkən elə hər zaman xalq artisti, bizim kaman ustadımız və ansamblda həm də çəqanə ifaçısı Munis Şərifovun adı yada düşür. Elə özü də telefon bağlantısındadır. Munis müəllim, hər vaxtınız xeyir olsun. Salam Səmid xanım, necəsiz? Təşəkkür. Siz necəsiz? Çox şükür. Sizin verişinizə mən uğur arzulayıram. Çox sağ olun. Yeni kanalda, yeni
verilişlərdə. Minnətdaram. Həmişə işləriniz, verilişləriniz xeyirli uğurlu olsun. Var olun. Çox sağ olun ki, bugün bizim əzizimiz gözəl musiqiçi, virtüöz musiqiçi, hər tərəfli musiqiçi, həm Avropa musiqisini, həm caz, həm milli musiqini gözəl bilən, ifa edən Teymur qardaşımızı dəvət eləmişsiniz. Xoşdur. Mən də çox sevindim ki, Teymura diqqət göstərmişsiniz. Teymur müəllim bizim ansamblda uzun müddətli işləyir, nə ifa eləyir. Neydi? Amma onun yaradıcılığı nə ilə bitmir. Teymur müəllim həm saksafon çalır, klarnet çalır, fleyta çalır və musiqimizdə çox şahəli, çox janrlı musiqimizin bütün tərəfləri ilə məşğuldur. Yəni o tək bir səkidə, bir janrda ifa eləmir. Yəni bayaq söylədim, həm estrada janrında, həm klassik musiqi, həm caz, milli musiqi, bizdə də ansamblda, folklorda ney çalır. Yəni hamısında yüksək səviyyədə ifa eləyir. Bu yaxında da bir 2 ay təxminən bundan qabaq olardı. Şəhriyar klubunda çox gözəl bir konserti oldu. Ona gələcək, bəli. Onun yaradıcılığı ilə bağlı çox möhtəşəm bir konsert oldu. Həm orada onun işlədiyi musiqilər, o orkestrlə ki işləmişdi, çox böyük zəhmət çəkmişdi. O yüksək səviyyədə bir gözəl konsert oldu. Həm orada öz ifaları, həm qurduğu musiqilər, işlədiyi musiqilər, o orkestri idarə eləməyi, o tam onun yaradıcılığını göstərdi. Orada da çox böyük musiqiçilər iştirak elədi. Bəli. Mən də konsertdə var idim. Çox sevindim, qürur duydum ki, yəni bizim ansamblın belə bir yüksək səviyyəli musiqi üzvü var. Teymur insan kimi də çox yaxşı adamdır, xoş insandır, yəni heç kəsi incitmək istəmir. Yəni dostluqda, yoldaşlıqda etibarlı adamdır. Bəli. Musiqiçilərin hamısı Teymurun xətrini çox istəyir. Və ona görə də bax uzun yolunuz, sənət yolunuz var. Qədim musiqi alətləri ansambl. Ümumiyyətlə elə bir ansambldır ki, burada seçmə musiqiçilərdir də. Həqiqətən də yəni bu bir məsuliyyətdir ki, uzun illərdir siz bu ansamblı yaşadırsınız. Hər bir ifaçıya, solistə bu aiddir əlbəttə ki və bilirik ki, Azərbaycanımızı da təbliğ edirsiniz. Bir çox xarici ölkələrdə istər Teymur müəllimlə birgə, istər ansamblla xanəndələr var. Yəni bilirik ki, Teyyub müəllimdir, Nuriyə xanımdır. Hamıya salamlarımızı çatdırın. Var olasınız Munis müəllim. Çox xoş oldu sizi eşitmək. Çox sevindim ki, bir də deyirəm, o Teymur qardaşımızı dəvət eləmişsiniz. Çünki belə musiqiçiləri təbliğ eləmək mütləq lazımdır. Siz də bunu vaxtaşırı həmişə gözəl musiqiçiləri, ifaçılar İşimizdir Munis müəllim, çox xoşdur. Təşəkkür edirik, var olun. Allah razı olsun. Sizə də Teymura da böyük uğurlar arzulayıram. Təşəkkür edirik, sağ olun. Sağ olun, minnətdarıq. Xalq artisti Munis Şərifov idi və ümumiyyətlə qədim musiqi alətləri ansamblında nə ifa etməkdə bu da bir başqa aləmdir də. Yəni o bizim qədim musiqi alətimiz ta qədimdən nə bilim əcdadlarımıza gedib çıxır da. Yəni ilk belə deyək bizim nəfəs alətlərimizdir. Ümumiyyətlə alətlər içərisində ilk yarananlardan, əcdadlardan gələn bir qədim musiqi alətidir və buna yəqin ki başqa bir münasibət bəsləyirsiniz. Yəni nə musiqi alətinə? Qədim musiqi alətləri ansamblından danışanda həmişə Munis müəllim, Munis Şərifov o harda çıxış eləyirsə birinci bu ansamblın yaradıcısı Məcnun Kərimov. Birinci mən ondan görmüşəm, ona görə də mən də o necə davam elətdirəm. O həmişə Məcnun müəllimi yad edirik. Məcnun Kərimov, professor. Bəli. Bu yaradıcısı olmuşdu. Bu ansamblın yaradıcısı, bu alətlərin də yaranmasında, bərpa olunmasında böyük işlər görmüşdü. Miniatürlərdən, qəzəllərdən, şeirlərdən axtarıb tapıb. Munis müəllim həmişə harda danışırsa birinci onu qeyd eləyir ki, Məcnun Kərimov. İndi hal-hazırda bu ansamblın rəhbərlik eləyir xalq artisti Munis Şərifov. Elə insandır ki, o da necə deyim,
belə Mehriban insan, adamdır. gözəl insandır. Mən Çox. yəni mən 20 ildən artıqdır bu insanla bir yerdə çalışıram. Ona görə də bax insanlıq faktoru da Bəli, burada o çox əsas önəmlidir budur. ki, ona görə də uğurlu alınır, ona görə də davamlı olur Bəli, ki, bu insan elə o mən həmişə onu hər yerdə deyirəm. bəli. Bu insanın musiqiçiliyindən başqa bu musiqiçilərlə rəftarı elədir ki, biz 20 ildən artıqdır. Mən müxtəlif yerlərdə işləmişəm. Bəli. Görmüşəm ki, orada narahatçılığı var. Mən oradan işdən çıxmışam. Uzaqlaşmısınız. Bəli, uzaqlaşdım. Bəli, Ancaq bəli. Munis müəllimdən Hətta neçə ildə ondan Hətta bir yerdə haşiyəyə çıxım. Bayaq elə Teymur müəllim bizim birgə verilişimiz var idi. Onu da yada saldı. Hə, şəkillər. Şəkili göstərdi. Bir 5-6 il əvvəl olar. Elə o da Şəhriyar adına Şəhriyar, Mədəniyyət Mərkəzində bütün qədim musiqi alətləri ansamblunun Gözəl veriliş bizim oldu, bir evet. tarixi bir veriliş idi mən deyərdim və əlbəttə ki, həm də onu qeyd etmək lazımdır ki, yəni bu cür ansambl sastavı həm də o sizin xüsusi səhnə geyimləriniz var. Yəni bunun da bir özəlliyi var, bunun da bir fərqliliyi var. Hətta mən orada sizi görəndən sonra heç bilmirdim ki, yəni həmin o caz Teymur da burada da neycəyim? Saksafon Teymur, burada ney Teymurdur? Yəni, orada bizim geyimlərimiz saray orta əsrlərdə saray geyimləri. Bəli. O formada tikilib. Bizim orada repertuarımız da qədim alətlər ansamblının repertuarı Bəli. qədim musiqilərdən ibarətdir. Orta əsrlərdə saraylarda ifa olunmuş Marağayının musiqiləri, orada bir neçə musiqilər var. İlk musiqi bəstələyən, ilk not yazan, ilk Bəli, bəli. o yəni bəli, o cür qədim musiqilər orada ifa edirsiniz. Bəli, biz orada- Bambaşqa bir əlbəttə orada O mövzudur. ansamblın səslənməsi tamamilə başqa. Bəli. Yəni insanları Biz indi eşidirik ki, qıraqdan belə biraz nəsə gülürlər bu nə ansambldır. Yaxşı, Məcnun Kərimov bu ansamblı yaratmasaydı, olmasaydı, gör nə qədər neçə ölkələrdə bu ansambl Azərbaycanı təmsil edib. Yox. Yəni, bu Mən formada bilirsən, kənardan fikir bildirmək çox asandır və ələxüsus da musiqidən başı çıxmayan, loru dil səslənsə bu də, nə paltarlardır, adiyyəti geyinmisiniz, olmayan, bəli, o bu nə musiqilərdir, tariximizi bilməyən, qədim o əlbəttə ki, keçmişi unudan gələcəyini qura bilməz. Yəni bir xəbər insanlardan çox təəssüf ki, bir mənalı fikirlər səslənmir, amma necə deyirlər, işiniz göz önündədir. Azərbaycanı ilk təmsil edən, Azərbaycan dedikdə qədim musiqi alətlərimiz ilk yada düşür. Yəni bu gün Azərbaycanın incəsənəti mədəniyyətinin təbliğindən danışıqsa, ilk bizim elə qədim musiqi çağanə ilə olsun, elə digər orada qanun musiqi aləti olsun, xanəndələrimizin özü olsun, amma həqiqətən də çətin bir işdir. Bilirsiniz, biz hansı xarici ölkələrə gediriksə, orada kollektivlər müəyyənləşdirirlər ki, kimlər olmalıdır, Bəli, orada, bəli. hansı qruplar olmalıdır. Bəli. Məsələn, orada mütləq Azərbaycanın rəqs, milli rəqslərin göstərilərdilər, rəqs olur. Bəli. Mütləq rəqs. Çünki bir nümunə məhz Bəli, rəqsimizdir. Azərbaycan Bəli. rəqsdir. Muğamdır. Muğamdır. Bəli. Bəs başqa heç nə yoxdur. Əlbəttə ki, var. Var, qədim musiqilər. Bəli, çox doğru. Bunlar var. Yəni ki, birdən bunlar olmayaydı. Bəli. Bunlar axı var. Elə ona görə də onlara sahib çıxmaq lazımdır ki, o Bəli. üzdən İraq həmin o insanlar yəni sahib çıxmasınlar, mənimsəməsinlər, orada burada deməsinlər ki, hələ bu bəli. mən araşdırdığıma görə onlarda belə kollektiv çox ölkələrdə yoxdur. Bəli, yoxdur. Yox. Bu da bizim bax belə bəlkə də tək bir ansambldır ki, bunu əminliklə deyə bilərik ki, o da Azərbaycana aiddir. Bir çox janrlardan danışdıq. Qədim orta əsrlərdən gəlib indi klassik Azərbaycan, klassik peşəkar musiqi Üzeyir Hacıbəylinin yolunu davam etdirən Qara Qarayev musiqisinə gəlirik və İnsan Məskən Salır kinofilmindən o möhtəşəm musiqini siz orkestrlə və solo saksafonda. Tenor saksafonda. Bəli, ifa etmisiniz və bu mahnıya müraciətiniz də maraqlı idi. Rəşid Behbudov mahnı teatrında fəaliyyəti zamanı mı? Deməli, bu Aha. musiqini mən eşitmişdim, kinodan eşitmişdim belə. Bəli. Bunu Vaqif Mustafazadə o üçlü ilə, triola Zamanında ifa Bunu etmişdi. var, səs Bəli, yazması çox var. insanlar bəli ifa ediblər. Neçə Amma ən formada məşhuru var. Vaqif Mustafazadə. Hə. Bəli. Deməli, bizdə Rəşid Behbudov mahnı teatrında orkestr yarandı.
Mən o insanın adını çəkməliyəm indi. Moskvadan bura Azər Allahverdiyev onu dəvət elədilər. O orkestrin baş dirijoru idi, rəhbəri idi. Bəli. Və o müxtəlif əsərlər gətirdi, orada orkestrlə məşq eləyirdi. Birdən Qara Qarayev bu kinofilmdən İnsan Məskəni onu gətirdi. Orada solonu royalda ifa olunurdu. Mən nəsə onu eşidəndən sonra nəsə özümdə fikirləşdim ki, bəlkə bunu mən başqa formada özümdə biraz dəyişiklik eləyim. Tenor saksofonda necə səslənə bilər? Mən bunu çox halətlərdə yoxladım ki, nədir? Hansında daha gözəl və məsələn fleytada yoxladım ki, bəlkə fleytada ifa eləyim. Fleytada da yoxladım. Klarnetdə yoxladım, soprano saksofonda yoxladım. Tenor saksofonda gördüm. Yəni bu bir laboratoriya kimi deyil. Yəni yoxlayırsan ki, bu bir necə deyirlər, bir iş prosesi gedir ki, yəni hansında daha çox uyğun gəlir. Uyğun gəlir. Sonra orada baxdım o musiqidə hansı hissələri necə səsləndirək. Kinoda Qarayev arqan səsi istifadə eləyib orada. O musiqidə yox. Arqanı nə əvəz etdiniz o zaman siz? Mən orada filmdə arqan səsi var idi. Mən o arqan səsin fikirləşdim ki, bu musiqidə bu hissəsinə onu əlavə edim. Orada siz eşidəcəksiniz. Yəni oradan götürdünüz, əlavə elədi. Filmdə o musiqidə o yerdə arqan yoxdur. Ümumiyyətlə kinonun başlanğıcında arqan səsi faciə ilə başlayır. Bəli. Buruq aşıb, orada fəhlələrdən biri. Orada səslənən siz ifanı əlavə edin. Film arqan musiqisi ilə başlayır. Mən çox belə götür-qoy eləyəndən sonra dedim arqan səsini bu musiqidə istifadə edeyim. Orada gözəl alındı. Bu kompozisiyanı dinləyərkən elə burada studiyamızda da onun analizi gedirdi. O belə deyərək sırf həqiqətən bir əsəri belə bir neçə analiz edərək bunu yəqin ki musiqiçilər həm də musiqidən anlayan, o sənət sərafları anlayanlar. Çünki burada Qarayev musiqisi, əslində Qarayevin özü də deyirlər, Qara Qarayev özü də bir cazdır. Onun özündə də bəli, var. Yəni bunu sübut etmək olar. Bunu musiqiçilər bilirlər. Bunu yəni elə bayaq söhbət elədi. Fərəc Qarayev, Qara Qarayev. Bəli, oğlu. Ondan bu musiqini göndərdim ki, Fərəc müəllim, bəs mən musiqinin əlavə eləmişəm biraz caz icazə verir. Ondan mən icazə alandan sonra onu mən efirə buraxdım. Çünki Qarayev varisi kimi bugün xarici ölkədə yaşasa da, amma Fərəc Qarayevdir və həqiqətən də yəni onun müəllif hüquqları ona aiddir artıq və bunu halallığını da almaq, bu da çox gözəl bir jestdir həqiqətən də siz tərəfdən. Çünki klassik əsərə bu müraciət olunanda məncə hər bir musiqiçi bunu mütləq nəzərə almalıdır. Musiqiçilərdən danışarkən daha bir istedadlı, daha bir peşəkar, mən deyərdim ki, zərb alətlərinin virtuoz ifaçısı bizim də qonağımız olmuşdu. Əməkdar artist İskəndər Ələsgərov hazırda telefon bağlantısındadır. İskəndər müəllim, hər vaxtınız xeyir olsun. Salam Sevinç xanım. Necəsiz? Çox sağ olun, yaxşıyam, yaxşı olasınız. Təşəkkür edirik. Burada musiqi analizi gedir. Teymur bəyin o interpretasiyaları, o yaratdığı o sənət əsərlərindən danışırıq və sizin də çox uğurlu çıxışlarınız, lent yazılarınız, iş birliyiniz olub. Amma əlbəttə ki, peşəkar musiqiçi fikri də çox istərdik eşidək sizin dilinizdən. Birinci növbədə Teymur müəllimi salamlayıram, sizi salamlayıram, izləyiciləri salamlayıram. Çox sağ olun ki, belə gözəl verilişlər təşkil edirsiniz. Sağ olun. İnsanlar qulaq assın və bilsin nə gözəl işlər var. Teymur müəllim professional musiqiçi olmaqla yanaşı gözəl pedaqoqdur. Həm də layihələri çox şahəli layihələri var. Yəni biz bir neçə dəfə özünün istədiyi gözəl bir layihələrdə iştirak etmişik. Nəfəs alətlərində gələndə mən hesab edirəm ki, Teymur müəllim çox professional və az miqdarda olan bir insanlardandır ki, lazım olanda partitura yaza bilər, lazım olanda big band üçün yaza bilər, malı sastav üçün yaza bilər. Yəni çox belə professional və peşəkar bir insandır. Bəli.
çox xoşum gəlir. Big bandlərlə biz işləyəndə Teymur müəllimin böyük orada məsələn rolu var idi. Bu yaxınlarda Teymur müəllimin gözəl bir konserti alındı. Bəli, siz də orada çıxış etmişdiniz. Mən də orada çıxış edirdim. Biz bir yerdə Aypara qrupundan başlamışıq. Oradan sizin iş birliyiniz. Bəli. İş birliyimiz oradan başlayıb sonra müxtəlif qruplarla, müxtəlif proyektlərdə iştirak eləmişik. İndiyə qədər həmişə bir yerdə oluruq. Yəni harda professional nəfəs alətləri lazımdırsa, onlar yazılmalıdırsa, partitura yazılmalıdırsa, Teymur müəllimə müraciət edirik. Yəni bunu da hər musiqiçi bacarmır. Yəni ki, yox, bacarmır. Dedim ki, bu da bir başqa bir istedadıdır. Biz bilmirdik. Bax sizdən eşitdik. Bəli. Böyük istedadı var. Çox professionaldır. Öz işinə çox gözəl yanaşır. Həm də onda bir iş var ki, elə bir əsərlər tapır. Elə bir əsərləri tapıb 50-ci, 60-cı illərin gözəl əsərləri var ki, bizim dahi sənətkarlarımızın əsərləri var ki, onlar belə az ifa olunan, unudulan belə bir əsərlər tapır, onu gözəl işləmələrlə, gözəl aranjmanlarla əsliyə gətirir və dinlənci Bəli, bugünkü dinləyiciyə bax bizə təqdim edir. Nə yaxşı ki, bax bu əsərləri də yada salırsınız. Təşəkkür edirik, çox sağ olun, minnətdarıq sizə. Mən sizə təşəkkür edirəm, çox sağ olun. Teymur müəllimə böyük salamlar və uğurlar. Danışa bilərsiniz. Bəli, əlbəttə. Şənbə müəllim, salamlayıram sizə. Salamlayıram Teymur. İcazə aldı Teymur. Çox xoş oldu Teymur. Biz hamımız səni çox istəyirik. Sənin böyük hörmətin var musiqiçilər arasında. Belə də davam elə. Pedaqoq kimi gözəl insansan. Səni çox istəyirik. Təşəkkür edirik, var olun. Bəli, minnətdarıq sizə. Təşəkkür edirik və həqiqətən də peşəkar musiqiçidən bir dəyərli fikir eşitmək, bu da başqa bir həm də məsuliyyətdir ki, yəni ki, bu üç insanın çiyinlərinə düşür. İskəndər Ələsgərovla biz Aypara qrupundan bir yerdə. Mən tanıyırdım onu. Yəni onlar yaşlı məndən. Yəni çox sizdən əvvəl gəliblər sənətə. Bəli. Mən Aypara qrupunda orada tanış oldum İskəndər müəllimlə və belə başladı bizim yaradıcılıq. Həm də dostluğa çevrilib artıq. Bu konsert oldu 2 mayda. Mənim bütün konsertimin ən ağır işlərini birini İskəndər müəllim elədi. Bəli, o elə işlər gördü ki orada. Bəli. Ümumiyyətlə o bir neçə bilirəm ki, layihələrin həm də bir yaradıcısı kimi, yəni o işi çox gözəl bacarır. Onun da öz aranjmanları var. Bəli, o Arzu Həsənli, bəli. Bəli. Ondan başqa Cəngi qrupundan. Cəngi qrupunun, çox gözəl. Çox gözəl, yəni yaradıcı baxımından. Mən özüm də bir musiqini nəsə işləyəndə onunla məsləhətləşirsiniz. Eldar Məmmədovun fikri. Məsələn, Ruslan Hüseynov, Vaqif Gərayzadə. Burası belə yox, belə olsun. Yəni tək mənim fikrim olmur. Onlar da mən tək olsam. Əslən, həqiqətən də bu belədir. Yəni tək əldən səs çıxmaz və bu iş əlbəttə komanda şəklində aparılmalıdır və o komanda dedikdə də o komandanın hər bir üzvü peşəkar olsa, bundan mütləq ki, möhtəşəm sənət əsərləri yaranacaq. 60-cı illər həm Amerika cazı, həm Azərbaycan cazının birgə sintezini biz hiss etdik və Teymur Abdullayevin ifasında həm də onu sezmək mümkündür ki, o ifasında hiss elətdirir ki, bəli, bu ifa edən Azərbaycanlıdır. Bəli, bu Azərbaycanlılardır. Bəli, Azərbaycan orada zərb alətlərində də elə bayaq efirə qoşduğumuz əmin İskəndər müəllim idi. Eldar Məmmədov, bəli, pianoçu. Nəfəs alətlərində Dəyanət, Nəfəs, İsrafil, əfsanə flütə. Bəli. Hətta yəni bu cür əsərləri həqiqətən də bu gün dinləyiciyə çatdırmaq, o ab-havanı, həm də o illəri də siz gətirirsiniz, insanlara yaşadırsınız. Bakı zamanında caz şəhəri idi. Bakı zamanında elə bir məkan idi ki, hər kəs caz ifa edirdi, hər kəs Qarayev ifa edirdi və o sənətkarların yolunu bu gün davam etdirirsiniz Teymur müəllim. Bunun üçün sizə təşəkkür edirik. Yaşadırsınız. Hətta bunu mənə yəni Teymur müəllim efir kənar söylədi, amma mən bunu
həqiqətən də heyran qaldığım üçün bunu dilə gətirirəm, efirdə söyləyirəm ki, bu əsərin notları belə qalmayıb və Teymur müəllim o əsəri dinləyərək onu nota alıb. Bunun üçün sizə həqiqətən təşəkkür edirəm. Bir alqış düşür ki, yəni həm də notunu da siz yaratmısınız və bu təkcə siz deyil, bundan sonra hər kəs bəli, orkestr şəklində bunu edə bilər. Var olasınız Teymur bəy. Çox sağ olun. Çox xoş oldu sizinlə həm söhbət olmaq və radiomuza da o qədər gözəl bir külliyat, musiqi kompozisiyaları təqdim etdiniz. Hər zaman sevə-sevə səsləndirəcəyik və hər şeydən danışdıq, solo konsertiniz qaldı. Özünüzün ürəyici oldu mu? Bir hesabat konserti idi də, yəni may ayında. O konsert çox gözəl oldu. Möhtəşəm idi, bilirəm mən, amma sizin də təəssüratlarınızı istərdim. Orada bir şey dedim, orada Cahangir Cahangirov adına xor, bəli, gördüm mən də. Təranə xanımı da salamlayırıq, dirijoru, rəhbəri. Çox idi musiqilər, Teyyub Aslanov, Ənvər Salov, Emil Əfrasiyab, hamısı həqiqətən də bugün Azərbaycan Aypara qrupu var idi. Aypara qrupu da, Vaqif Gərayzadə də əlbəttə başda olmaqla. Bütün işlərin Vaqif Gərayzadə idi. Bütün bu işlərin ərsəyə gəlməsi üçün Vaqif Gərayzadə. Bax, bu heyətə, bu komandaya təşəkkür edirik ki, Azərbaycan sənət keşiyində durublar. Həqiqətən də mədəniyyətimizin bugün təbliğatçısı və carçısı mən deyərdim. Dünyaya, çünki dünyaya səs salır bu cür layihələr və bugünkü verilişimizi həm də Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun da YouTube kanallarından izləyə bilərsiniz. Amma Teymur Abdullayevin ifaları isə hər zaman Dalğa FM radiosunun dalğalarında səslənəcək və 2 dəqiqəmiz qalıb bu saatın sonuna. Elə 2 dəqiqəlik də bir klarnet ifası səslənməkdədir. Prelüd sizin. İsmət Quliyev. Bəli. Elə bu ifadə yekunlaşdırırıq. Salamat qalın.